Bir daha salam xanımlar, bugün mən sizə möhtəşəm kişi duxularımız haqqında məlumat verəcəm. Hansı ki, bəzən xanımlar soruşurlar ki, hansı sərindir, hansı şirin qoxuludur. Mənim indi aldığım hal-hazırda evdə istifadə olunan bir Yudaşkin ətrimiz var, bir Donateli ətrimiz var və Lancelot'un yeni çıxmış ağ seriyası var. Bunu hələ indi birinci dəfədə alıram. Bugün açıb sizinlə qoxusunu biləcəyik, amma bunları artıq istifadə edirik. Demək olar ki, artıq bitməyə üzrədir və bu Felix'i də yeni almışam. İndi bunların qoxuları haqqında sizə ətraflı məlumat verəcəm və kodlarına deyəcəm ki, kim şirin qoxulu sevirsə şirin ətirlərimizdən istifadə edəcəklər, kim sərin qoxulu sevirsə sərin ətirlərimizdən. Təbii ki, bilirsiniz, keyfiyyətinə, gözəlliyinə söz ola bilməz. Fabriki məhsullar hər zaman hər yerdə keyfiyyəti ilə ön planda olan məhsullardır. Bu Yudaşkin qoxusunu mən sizə indi şirin qoxusu var. Bu Yudaşkinin qoxusu şirindir. Yəni şirin qoxulu sevən bəylərimiz Yudaşkindən istifadə edə bilərlər. İndi isə Felix'in qoxusu haqqında. Felix şirin və sərin qarışığıdır. Nə tam tünd Yudaşkin qədər şirin deyil, amma çox sərin də deyil. Orta, nə çox tünd şirin deyil, nə də ki çox sərin deyil. Hansı ki normal tonda xoşlayan bəylərimizdən bunlardan istifadə edə bilərlər və Lancelot'un yeni seriyasını hələ indi almışam və sizinlə birlikdə açın. Görək bunun qoxusu necədir? Sərindirmi yoxsa şirindirmi? Bunların kodlarını da sildim. 39-24. Lancelot'undur. Yudaşkinimiz bunun kodu qutusunun üzərindədir. Qeyd edərəm səhifədə. Qablaşdırılması çox gözəl, möhtəşəm, görünüşü möhtəşəm. Qabı böyük, həcmi ölçüsü böyük, yəni hədiyyə vermək istəyən xanımlarımız üçün çox gözəl bir seçim olacaqdır. Bir var çox balaca olsun, hədiyyə uyğun olmasın, əldə etsin, amma bu böyük həcmli və qutusu da gözəl, görünüşü də çox gözəldir. Bunun qoxusuna baxın. Çox gözəl. Möhtəşəm yeyisi var. Həqiqətən almağına dəyər. Və bilirsiniz ki, bizim fabrikamızda 70% endirimlərimiz var. 70% endirimlərlə ən münasib qiymətə, ən keyfiyyətli duxularımızı əldə edə bilərsiniz. Möhtəşəm qoxusu var Lancelot'un. Bu da sərin duxu deyil. Bu da biraz şirindir. Çox lap da tünd şirin deyil, bulandırsa deyil, amma çox sərin də demək olmaz. Tam orta, sadə, çox gözəl, əsl, hər bir bəyin istifadə edir, sevib bəyənə biləcəyi bir məhsuldur.